ki, siz də razılaşacaqsınız. Bizim yaşda olan valideynlər öz övladlarına problemi ona görə yaradırlar ki, öz valideynlərindən müəyyən bir necə deyim, müəyyən bir qısıtlama, müəyyən bir onları nəyəsə tətikləmə görürlər. Məsələn, bizim özümüz bəzən ağıllananda, belə deyək də, bir şeylər oxuyanda ki, mən biraz övladıma qarşı özümü dəyişdirəcəm. Artıq bizim özümüzün də uşaqlıq travmalarımız var axı. Biz də kiməsə hesabat verməliyik. Bizim valideynlərimiz qarşımıza çıxır, qonşunun uşağı ilə bizim uşaqlarımızı müqayisə edir və biz həmin an nə edirik? Artıq həmin o abu-havaya düşürük. Öz övladımızla da başlayırıq həmin uşağı müqayisə etməyə və nə baş verir? Öz hesabatımızı düzgün vermək üçün gəlib düşürük o yazıq uşağın üzərinə. Və biz dərinə getsək görərik ki, valideynlərimiz bizə niyə bunu edir? Niyə görə edir bunu bizdən istəyir bu hesabatı? Heç biz özümüz uşaq olanda bizdən bunu istəməyiblər. Hansısa bir natamamlıqları ya bizim üzərimizdə, ya bizim övladlarımızın üzərində görmək istəyirlər cəmiyyətdə göstərmək üçün. Ümumiyyətlə Bu vəziyyətlərə düşəndə o dəqiqə özünüzü düzəldin ki, mən uşaqlarımı kimlənsə qiyas etməyəcəm. Mənim uşağımın burnu bu formadadır, gözü bu formadadır, qonşununki də bu formadadır. Mənim uşağımın qisməti, qədəri ayrıdır, onunki ayrıdır. Əgər mənim uşağım bu potensialdadırsa, demək gələcəkdəki həyatı bunu tələb edir. Və mən elə